Herkese salam. Bugün burun əməliyyatına bağlı verdiğiniz bütün sualları cevaplama videosundan qarşınızdayım. Keçək suallarımıza. İlk sualımız əməliyyatı hansı həkim edib? Şəfa xanım eləyib. Şəfa Həsənova. Instagramını aşağıda yerləşdirəcəm ki, rahat şəkildə tapa biləsiniz. Hansı klinikada etdirmisən? Vet hospitalda etdirmişəm və Azadlıqda yerləşir. Həkimi necə tapdın? Tövsiyə idi, yoxsa özün araşdırdın? Burası biraz qarışıqdır, danışmaq istəyirəm. İlk öncə mən heç bir həkimin konsultasiyasında olmamışam. Direkt olaraq Şəfa xanımın yanında olmuşam. O da necə oldu? Mən əvvəllər Fərid Şahverdiyev adında bir lor həkim var. Onun yanına getmək istədim. Çünki mənim tanışımın tanışı ora getmişdi və təbii burun etdirmişdi deyənə dedim ki, mən də ora gedim. Hətta çox bəyənmişdim. Artıq ora yazılmağı düşünürdüm. Sonra mənim xalam qızı əməliyyat etdirdi. Faiq Abdullayevin yanında. Səhv etmirəmsə Faiq idi. Dəqiq də yazaram burada bir yerdə. Və orada burunu etdi ki, bu hissə çox yuxarıda qaldı və burun deşikləri dümdüz şəkildə göründü. Mən də çox səbirsiz bir insan olduğuma görə 6 ay o burunun yatışmasını falan gözləyə bilməzdim də. Yəni ürəyim partlayardı. Mən elə direkt olaraq da təzə bir görünüş almaq istirdim də. Ona görə də mənim bacımın podruqası getdi burununu Şəfa xanıma əməliyyat etdirdi. Qız əməliyyatdan elə bir ay olmayıb. Gedib o bantlar falan çatmışdı, paylaşmışdı. Çox bəyənmişdim də. Yəni tam da mənim istədiyim burunuydu. Ona görə də direkt olaraq heç nə araşdırma bir şey, sadəcə dedim ki, razısanmı? Dedim, mən çox razıyam. Nəfəs almaqda odur, budur, hər şey dedi. Dedim ki, mən o xanımın yanına gedəcəm və getdim onun promoy müayinəsinə. Razı qaldım. Qiymətləri danışdıq və o şəkildə də bir gün təyin etdik və əməliyyat olundum. Yəni bir sözlə mən belə qapı-qapı yəni həkimləri gəzməmişəm. Elə bir nəfər də bəyəndim, ürəyimcə oldu. Dedim ki, mən peşman olmayacağam. Çünki qızda gördüyüm həqiqətən çox gözəl olduğunu dedim ki, mən də etdirməliyəm və etdirdim. Əməliyyatdan əvvəl neçə konsultasiya keçsin? Dediyim kimi bunu cavabladım. Konsultasiyalar keçməmişəm. Həkim sənə əvvəlcə nəticəni vizual olaraq göstərdim. Həkim göstərmədi, mən göstərdim. Bacımın podruqasının şəklini göstərdim. Dedim ki, direktdə bu kimi bir burun istəyirəm. Başqasına ehtiyac yoxdur. İlk öncə baxdılar, mənim burnuma falan müayinə olundu. Ondan sonra dedilər ki, istədiyiniz burnu sizin üçün edəcəm. Təbii ki də deyirsən, üzünə yaraşanı edəcəm, amma sənə istədiyin burunu da sənə verəcəm dedim. Teşekkürler. Necə dedim, elə də oldu. Ben baxın. Bu yandan düz. Digər tərəfdən. Və onu da qeyd edeyim ki, məndə 1 ay 5 gündür. Yəni hələ ki mən burnumda şişlərin olması çox normaldır. Ona görə buna takılmıram. Burnun əvvəlki problemi nə idi? Burnumun əvvəlki şəklini burada yerləşdirəcəm. İlk öncə burnum çox yekə idi. Baxın, bu şəkildə yekə gəlirdi. Bu ət hissəsi çox topuş görünürdü. Kəmər var idi və burun çəpər əriliyim var imiş. Onu mən də bilmirdim. Nəfəs almaqda problemdən əlavə mən burun estetiyi istirdim. Yəni gözəl görünür. Ona görə də belə. Amma yenə də sağ olsunlar ki, dedilər ki, sən burun çəpər əriliyin var. Onu da aradan götürəcək dedi. Ona görə lor həkimini seçirəm də mən. Yoxsa estetik cərrahlarından lor olması mütləqdir. Və xanım dedi ki, narahat olmayın, çəpərəyinizi aradan qaldıracağıq. Rahat nəfəs alacaqsınız. Dediyi kimi də etdi. Həqiqətən də sözünün eri bir qadın. Əməliyyat neçə saat çəkdim? Əməliyyatın neçə saat çəkdiyini bilmirəm. Çünki başlanğıcda çox həyəcanlıyam, amma yəni məni gözləyənlər dedi ki, 3 saat idi. 3 saat yəni belə bu şəkildə. 3 saat dedi ki, baxın 1 saat yuxarı qalxıram. Yuxarı qalxandan sonra mənə paltar geyindirirlər, sistem qoyurlar, prob qoyurlar, hansı mən iynə düşər düşməzliyi var deyənə. Ondan sonra da artıq əməliyyata gedirəm. Ümumi narkozla oldun, yoxsa lokal? Təbii ki də narkozla. Yəni narkoz olmasa, ağrını hiss etsəm, mən elə oradaca gedərdim. Allah uzasın. Əməliyyat zamanı ağrı hiss etdin. Əməliyyat zamanı ümumiyyətlə özüm belə bilmirdim hardayam, necəyəm. Bir dənə gözümü reanimasiya otağında açmışdım. O da ki, burnumun üstündə o boyda buzu gördüm. Biraz yəni ağrıtdığını hiss elədim. Sən demə, ağrı deyil də buzun o buzluğu bədəni incidir. O şeyi hiss elədim. Sonra əlimi belə bu şəkildə qaldırdım ki, yəni gəlin bunu götürün. Dedilər ki, biraz gözləməlisiniz, sonra götürəcəyik kimimsə. Keçdim. İlk günlər belə də, baxın sizə bir şey deyim, mən çox həssas dəriyə sahib olduğuma görə və çox ərköyün bir qız kimi böyüdüldüyümə görə hər bir ağrı mənim üçün ya eləmə, bir dəqiqə dayan, ehtiyatlı olun bu kimi. Təsəvvür edin ki, həkimlər gəlirdi yanıma. Həkimlər tez-tez şey dedi də, bunun adı nədir onun? Tez-tez sarğımı dəyişdirirdi, bilirəm. Yavaş olarsınız da, hə? Narahat olmayın, olsa yavaş olacaq. Və yaxud da ki, burada qorxulası bir şey yoxdur. Hətta orada bir həkim var, dedi ki, biz deyir, ektifatik rinoplastika əməliyyatında yanınızda qalan bir adam görürük. Normalda deyir, bu elə ağırsız bir əməliyyatdır ki, normalda yəni özün tək qalırsan da, amma mən mama ilə qalmışdım orada. Yəni mən üçün, çünki mən 23 yaşımda ilk dəfə idi ki, mən əməliyyat olunacaqdım. Ona görə çox pimpirikli davrandım da. Hər şey istədim ki, dörd-dörtlük olsun və mən çox həssas yanaşıram hər şeyə. Duyğusal bağım da, emosionalım da çox yüksək olduğuna görə, hə, mən biraz ağrı hiss etdim. Nə yalan deyim, hiss etdim. O da həqiqətən özümü çox qorxudurdum. Yəni adicə bir qan görəndə insan özümü itirmirəm, amma belə qəribə ətim yirpəşirdi. Ona görə özümü görəndə ətim yirpəşirdi ki, ay Allah, burada qan var falan. Düzdür, məndə çox qanaxma olmadı. Xəstəxanada 1 gün qaldım, günortaya kimi. O vaxta kimi qan gəldi, ondan sonra qan gəlmədi məndə. Yaxşı ki də olmadı.
Yoxsa götürə bilməm, bir qəribə oluram da, yəni qan görəndə. Bayılmıram, amma ətim yıpraşır. Hələ öz bədənimdədirsə vəbşi. Yəni ağrını bu şəkildə hiss elədim. Bir də məndə çəpər əyriliyi əməliyyatda olmuşdu, yəni çox cüzi mən ağrını hiss etdim. Da hiss et də, yəni o boyda burnumu kəsib atıblar. Niyə? Xəstəxanada bir gün qaldım. Və orada bütün şərait var idi. Təsəvvür edirsiniz. İlk öncə hamam, tualet çox tərtəmiz idi. Yəni gigiyenik qaydalar riayət olunmuşdu. Otaq da çox səliqəli idi. Yəni otaqda ayrıca bir yataq və divan var idi. Orada da bir televizor var idi. Hansı ki, televizorda istədiyin kanalları açıb baxa bilirsən. Pəncərədən çölü gördüm və çox maraqlı bir görüntü var idi. Bura qədər hər şey əladır. Daha sonra əlimdə hətta belə knopka kimi bir şey var idi ki, hansı ki mən həkimi elə çağırmam üçün bir basmağıma həkim dərhal gəldi. Həkim dediyimdə mesestralar. İnarsınız ki, o qədər gözəl baxdılar ki mənə mesestralar. Birinci əməliyyata girməzdən əvvəl adlarını əzbərləmişdim bu arada. Biri Firəngiz idi, biri Aygün idi. Bilmirəm, çox qəribə idi ki, hamıdan ad soruşmuşammış belə dedilər mənə. Aygünlə Firəngiz həqiqətən çox yaxşı qızlar idi. Hətta Firəngiz xəstələnmişdi, maskalı şəkildə gəlmişdi. O qədər səmimi bir qız idi ki, yəni çox cana yaxın idi da. Yəni hər bir şeylə səninlə maraqlanırdı. Sonra mən əməliyyatdan çıxdım. Artıq axşam simin olanda isə başqa bir həkim mesestralar gəldi. Mesestralardan adını yadımda saxladığım Ülkər xanım vardı. Həqiqətən Ülkər xanım çox şirin bir qadın idi. O qədər gözəl davranırdı ki, mənə quzum deyə səslənirdi də. Yəni hər bir şeyimi, yeməyimi, içməyimi və yaxud da ki, həkim çağırdılar iynə vurmaq üçün. Mən biraz pimpiriksi olduğuma görə və demişdilər ki, başımda hıcıltı falan səs eşitməyin çox normaldır. Yata bilmirdim deyənə özümə dedim ki, gəlsinlər mənə ketanol iynəsini vursunlar. Nəysə, mənə çox yaxşı davrandı. Məni gəzdirdi, mənlə qəşəng maraqlı söhbətlər edirdi. Çox şirin qadın idi. Yəni onu çox bəyəndim, çox cana yaxın olduğundan. Yəni həqiqətən də mən o xəstəxanada mama yanımda qalmasaydı belə, mən o xəstəxanada qorxmazdım. Çünki həqiqətən çox yaxşı baxdılar. Ümumiyyətlə, yəni özəl klinika olduğunu mənə hiss etdirdilər ki, yəni bura özəl bir yerdə, özəl orada baxacaq sənə. Ümumiyyətlə çox bəyəndim. Həm həkimim çox yaxşı idi, həm oradakı mesestralar, həkimlər, hətta bir həkim var idi ki, 2 gün sonra həkim olacaqdı. O belə yəni mənə çox yaxşı baxdı. Təşəkkür edirəm onlara da. Tampon qoyulmuşdu mu? Çıxarması ağrılı oldu. Tampon bəli qoyulmuşdu. Zaten hər kəsdə qoyulur. Çıxarması məndə bir balaca ağrıtdı. Yalan yoxdur. Düz deyirlər ki, heç kimdə ağrıtmır falan. Məndə niyə ağrıtdı? Çünki məndə siz necə? Mən heç əvvəllər videolara falan baxmamışdım. Amma məsəl üçün mənə deyirlər ki, mənim podruqalarım deyir ki, mən deyir əməliyyata girməzdən əvvəl videolara baxmışdım ki, baxım görüm prosedur necə gedəcəkdir. Mən heç bir baxmamışam deyənə. Oradan çıxartdı, elədi, nə elədi? Mən ağrıtdı. Yəni bizcə məni ağrıtması üçün mənim psixologiyam var. Psixologiyamı özüm tərbiyələndirə bilmirdim ki, Nina ağrıtmayacaq onsuz ki, Nina burada bir şey yoxdur, Nina özünü sakitləşdir deyə bilmirdim. Çünki psixologiyam ancaq danışırdı ki, ay ağrıdacaq, ay belə olacaq, ay olacaq. Bilirsə, yəni insan psixologiyasında bu kimi mənfi şeylər olsa, təbii ki də yəni ağrıtması çox normaldır. Məndə də o şəkildə olmuşdu. Və göyərti, deməli məndə göyərmə çox az oldu, çox cüzi oldu və sarı rəngdə idi məndə. Belə wow dərəcədə, belə qırmızı, hətta qan kimi olanlar var idi. Mən görmüşdüm öz əməliyyatımdan sonraki videolarda falan. Yox, məndə elə olmadı. Məndə çox az göyərti oldu. Şişmə isə həftənin 7-ci gününə keçəndə artıq şişmə məndə yavaş-yavaş dayandı. Mənim üzüm bir tərəf şişmişdi, bir tərəfi normaldı. Sonra ikisi şişmişdi, sincaba oxşuyurdum. Sonra gözlərim şişdi. 7-ci gün hamısı soldu, getdi. Yəni indi hal-hazırda sadəcə burnumda şişkinlik var. O da ki 3 aya biraz, 6 aya tamamilə çəkiləcək. Bu prosedur bütün hamıda belədir. Neçə gün sonra normal həyata qayıtdım. Getdim artıq gipsimi çıxartmağa. Məndə belə olmuşdu. Mənim gipsim boşalmışdı deyənə. Mən bir həftə sonra tampon çıxartmağa gedəndə mənim gipsimi çıxartdılar. Dedilər ki, tərpənibdi, onu dəyişmək lazımdır. Dəyişdilər, yenisini qoydular. Ona qədər hələ də sıxlıq olurdu. Hələ ki rahat bir həyat tərzi deyildi. Sonra getdim gipsimi tam çıxardandan sonra həkim dedi ki, rahat duş qəbul edə bilərsən, rahat yemək yeyə bilərsən. Yəni burada rahat bir rejimə qayıtdım. Amma hələ də düz yatıram. Əgər yatmaq olmaz. Gündəlik həyata nə vaxt döndün? Dediyim kimi artıq gips çıxarandan sonra mən rahat öz həyatıma geri dönə bildim. İşdə deyəndə ki, çalışın ağrı heç nə qaldırmayın. Məsəl üçün mənim həm işığım, həm də kameram ağır olduğuna görə mən tarazı şəkildə burada işığı, burada kameranı tutanda avtomatik iki qola da yük düşür. Ağırlıq qaldırmaq olmaz deyənə, mənim də işim ağırlıq tələb etdiyinə görə mən işimə biraz müddət verdim. Hal-hazırda ayın 22-sidir. Mən artıq 22 aprel. Mən təzə addım eləyəcəm. Çünki dediyim kimi öz həyatıma risk atmaq istəmirəm. Ağırlıq qaldırıb da özümü incitmək istəmədiyimə görə və mənim iş rejimim də normal freelance bir iş olduğuna görə istədiyim saatda, istədiyim gündə başlaya bilirəm. Amma siz gips olduğu halda belə dərsinizə, işinizə gedə bilərsiniz. Çünki elə edənlər oldu, ona bilirəm. Nəfəs almağın dəyişdi, daha mı yaxşı oldu? Nəfəs almağında dəyişiklik əlbəttə ki oldu və mən sizə bir şey deyim ki, mən əməliyyatdan çıxandan elə burnuma nəfəs aldım. Heç ağzıma nəfəs almadım. Mənə həmişə deyirdilər ki, ağzıma nəfəs aldığıma görə dodaq ətrafım qurudu, çatladı, boğazım qurudu, öskürəklər başladı falan dedilər. Amma məndə elə bir şey olmadı. Mən elə burnuma nəfəs aldım. Yəni təsəvvür edin ki, əməliyyatdan sizə çıxmışam tamponlu şəkildə və mən burnuma nəfəs alırdım. Burnuma nəfəs ala yatırdım. Sadəcə olaraq narkozdan sonra dəhşət dərəcədə bədəndə istilik yarandığına görə mən artıq oksigen çatdıra bilmirdim. İstədim ki, daha da soyuq olsun. Otağı buz edib elə yatırdım. Yəni o kimi bir şeyim var idi, amma nəfəs almaqda mən çox rahatlıq çəkdim. İndi hal-hazırda mən çox rahat nəfəs alıram. Bir də dərmanlar var ki, o dərmanlardan sonra da mən daha yaxşı nəfəs aldım. Ona görə nəfəs almaqla bağlı bir problem yoxdur. Təbii ki də bunu 1 ildən sonra yenə cavablayacağam. Nə qədər müddət eynək taxmaq olmaz?
Əgər məcburiyyət yoxdursa, zaten ki gözündə problem varsa, hələ ki əməliyyata getməyin düzgün deyil. Həyatını risk atmış olarsan. Amma günəş eynəyi olaraqsa hardasa 6 aydan sonra taxa bilərsən. Amma taxmasan daha yaxşıdır. Risk atmaq kimi mən qorxuram birdən buram əzilər. Buna toxunmaq, yatmaq necə təsir edir? Burnuma toxunmaq başlanğıclarda çox qorxurdum. Çünki çox yumşaq idi. İndi biraz burası bərkiyibdir. Bura rahatlıqla vura bilirəm. Hətta mən bu hissəmi masaj belə edirdim. Yəni həkim demişdi ki, masaj et. Amma hələ də bu hissəsinə toxunanda hiss etmirəm. Qəribədir. Buranı hiss eləmirəm hələ ki. Çox az bir hissiyyat var. Və təbii ki də hələ də burnumu qoruyuram. Burnuma nəsə böyük bir ağır nəsənin dəyməsinə icazə vermirəm. Çünki incidə bilər. Yəni ona görə qorumaq lazımdır. Yatmaq necə təsir edir? Yatarkən dümdüz yatıram. Əgər yatmaq olmaz, burun əyilə bilər. 6 ay yox. Hardasa 3 ay düz yatmağınız daha çox tövsiyə olunur. Daha sonra əyri yatarsınız. Amma mən bir ayım tamam olmamışdan belə əyri yatmağa başladım. O da ki, həqiqətən çox sevirəm yatmağı və yuxuma da haram qatmış kimi olurdum. Yəni əyri yatdım və heç də olmadı. Yəni nə oldu? İstədiyim kimi də burnuma sahibəm. Ən ağrılı hadisə nə zaman idi? Burnuma buz qoyulanda. Heç xoşuma gəlmirdi. Yəni o buzluğu ki hiss edirdim. O necə əsəbləşirdim. Çıxardım, götürün bunu artıq. Amma əslində olmaz da, ödəmə görə məcbursan ki. Amma həqiqətən qınama gəlmişdim də. Allahım, nə olur artıq bu buz esnası bitsin. Hətta buz ərəfəsi bitsin deyənə yatırdım da. Yəni məcbur ki, bu getsin də. Yəni o dərəcəydim. Həkiminiz mənə tövsiyə edərsiniz. Əlbəttə ki, mən ilk öncə dediyim kimi çox razı qaldım həkimdən. Yəni mən necə burun dedimsə, o da elə etdi. Ona görə də yəni həm burnumu istədiyim formaya saldı, həm rahat nəfəs ala bilirəm, həm də deyildiyi qədər, tərifləndiyi qədər bir xanımdır. Ona görə də niyə də olmasın. Əməliyyatdan sonra hansı dərmanları istifadə etdin? Göstərim. İlk öncə bu markadan, bu natural dəniz suyu adlanır. Bununla 1, 2, 3, 3 nə? 1, 2, 3, 1, 2, 3 bu şəkildə burnumu yuyuram. Bu burnu yuma ərəfəsidir. Buna burnumu yudum. Qəşəng. Ondan sonra ona Rinap. Rinap diye bir yağ var. Bunu istifadə edim. Başqa bir yağ da var idi. Onu tapa bilmədim. 2 dənə yağ idi. Artıq gipsdən çıxandan sonra o yağa gərək olmamış dedim. Bunu etdim. Yəni bu və bu. Hal-hazırda ikisini hələ də istifadə edirəm. Daha sonra belə bir maz yazıldı. Kas olması. Mazı. Bunu burnumun içinə tətbiq edirəm. Hansı ki, burnumda qətmə qalıbsa və yaxud da ki, burnumun artıq nələrsə, yəni yumşatması üçün bunu istifadə elədim. Gipsim tam çıxarıldıqdan sonra isə mənə bu tapşırıldı. Bunu hələ də istifadə edirəm. Ümumiyyətlə, burada gördüyünüz hər bir şeyi hələ də istifadə edirəm. Bu ona görə istifadə olunur ki, burada tikiş izi var ki, tikiş izi görünməsin. Artıq yəni tikiş izi getsin deyə bu mazdan istifadə edirəm. Hətta bu şəkildə göstərirəm. Bir də Sinus Box var. Bu vazgeçilməzdir. Bunu təkcə burun əməliyyatı üçün yox, istənilən nəfəs alma problemi yaşayanlar da bunu ala bilər. Niyə deyim? Bu boğazdakı bəlğəmi çıxardıb götürür. Burundakı o artıq lazımsız şeyləri işte aparıb götürür və rahat nəfəs alırsınız. Təsəvvür et ki, o qədər gözəl nəfəs alırsan ki, tam o deyilləri itin burnu kimi aldığın nəfəs. Bax, o kimi bir şey olur. Belə bir qablaşdırması var. Bu, bax, bura qədər elə millisə göstərilir, görəsən? Yox. Elə ağzına qədər də ilıq bir su tökürsən. Daha sonra içində belə bir dəniz suyu, dəniz duzu var. Baxın, bu şəkildədir. Bunu açırsan və onun için tökürsən. Sonra isə necə edirsən, onu göstəreyim. Baxın, bu şəkildədir. Burnu bu hissəsində tutursan, içinə su olur. Və burnumu aşağı yox, bu tərəfə əyirsən ki, burnumun burasından çıxsın. Bunu bu şəkildə isə möhkəm elə basırsan və burada tökülür həmin o şeylər. Sonra da bu. Amma su bitənə kimi 3 dəfə belə, 3 dəfə belə. Ta bu bitənə kimi edirsən və çox rahat nəfəs alırsan. Həqiqətən də mən bunu tövsiyə edirəm. Təkcə burun əməliyyatları üçün yox, ümumiyyətlə də yəni ala bilərsiniz. Sinus Box 15 manatdır bu. Antibiotik vədlərimi neçə gün istifadə etdin? Bəli, antibiotik yazdılar mənə. Neçə gün istifadə etdiyimi yalan deyirəm. Narkozdan sonra bəzi şeylər çox unutmuşam. Ona görə onu dəqiq bilmirəm, amma mənim antibiotika allergiyam var idi. Bu hissəyə pro qoydular. Daha sonra isə düşdü və mənə antibiotik yazdılar. Onu yana vururdum bu arada, qula deyil. Daha sonra ağrı kəsici hansı idi və təsir necə oldu? Ağrı kəsici ketonol deyə bir dərman var. Bu şəkildə bir balaca bir qabda da. Ağrı kəsici həqiqətən mənə çox təsir etmədi, nə yalan deyim. Başlanğıcda yata bilmirdim. Onun dərmanı onun tabletkası deyil də iynəsi daha çox təsir edirdi mənə görə, yəni, amma təbii ki də bu sayı daha çox təsir edə bilər. Mən ümumiyyətlə yəni çox da keçdiyini düşünmədim. Yəni ketonol kimi bir dərman mənə çox ağır gəlmədi, nə yalan deyim. Daha sonra duzlu su serum sprey ilə yuma etdirdilər. Nə qədər müddət? Dediyim kimi bu bayaqkıdır. Duzlu su hər də davam edirəm. Əməliyyatdan direkt sonra da etdim. Hər də davam edirəm. Sirkon istifadə olundu mu? Neçə gün qaldı? Çıxarması necə idi və tamponla sirkon arasındakı fərq. İlk öncə təbii ki də burnumun içərisində tampon var idi. Onu çıxartdılar bir həftədən sonra. Amma belə də o rezin kimi olur bu şəkildə, hansı ki qoyuları burun deşikləri bərabərləşsin. Onu mən istifadə etmədim. Çünki mənim burun deşiklərim radnoyumdur. Baxın. Heç bir əyri yoxdur. Öz burun deşiklərimdir, yəni. Əlavə olaraqdan bir kəsində falan olmayıb da. Açıq əməliyyat idi, yoxsa qapalı.
Bu nə deməkdir? Yəni sümüyümün üstünü lazerlə götürdülər. Bunu açıqlamaq edirsə yəqin ki, əgər açıqsa tikiş izi qaldı. Tikiş izi hələ ki qalıbdı, çünki hələ maz vururam. Yavaş-yavaş bu gedəcək. Burun üzünə uyğun dizayn oldu səncə? Məncə hə. Tam da istədiyim kimi oldu, baxın. Yəni tam üzümə yaraşmır sizə də. Mənə görə yaraşır. Yəni burun dişlərinlə profilinə balansı görünür. Dişlərimlə əlaqə ediş. Bəlkə dodaq demək istəyib. Yəni dodağımla burumda heç çox məsafə qalmayıb və mən düşünürəm ki, balanslı şəkildədir. Sümük qırılması edildi. Bəli, sümük qırılması edildi. Çünki məndə kəmər var idi. Amma hər hansısa bir çəkic falan deyil. Yəni bunlar əvvəldən qalmış bir şeydir. Lazerlə ediblər bunu, onu da deyim. Gips neçə gün qaldı? 14 gün. 14 gündən sonra getdim, gipsi çıxartdım. Gips çıxandan sonra burun çox fərqli görünürdü. Gips olundu, ümumiyyətlə hiss eləmirdim burunun nə formadadır. Təbii ki, çıxardan sonra burnu artıq hiss elədin. Şişlik ən çox harda idi? Ucu, yanları və s. Şişlik ən çox bu hissədə idi. Baxın, bu hissəm çox topuş görünürdü. Amma bu hissəm çox incə idi və düşünürdüm ki, hər an toxunsam qırılarmış kimi hiss edirdim. O qədər incə görünürdü. Amma belə də bu hissələrim şişli idi. Hal-hazırda da bir bazı şişliklər var, onlar da ki gedəcək. Şişin getməsi üçün nəsə bir xüsusi masaj edirdimmi? Bəli, edirdim. Həkim demişdi. Hətta bu şəkildə, baxın, yavaş-yavaş bu şəkildə masaj və mən bunu hər edirəm. Yəni bu sənin özünə asılıdır. İstədiyin qədər edə bilərsən. Gündəlik baxım rutini necə idi? Təmizləmə, qoruma və s. Bayaq da dediyim şəkildə idi. Narkozdan oyananda özünü necə hiss etdin? Narkozdan oyanar-oyanmaz belə buzu gördüm və dərhal da həkimlər falan çağırdım ki, mən buradan çıxardın. Yəni elə bir şey yox idi. Ürək bulanma, baş gicələmə kimi hallar yaşadım mı? Ürək bulanma olmadı, qaytarma yaşamadım, amma baş gicələməsini yaşadım, bəli. O da narkozdan əlaqəli imiş. Narkozun sənə mənfi təsiri oldu mu? Bəli, oldu. B12 əksikliyi yaranıbdı. Tamamilə heç unutmuşam. Heç nəyi xatırlamıram. Hər şeyi demək olar ki, itirirəm. Və qoyduğum neysə əşyanıdır ya da nəsə bir şey xatırlamıram ki, hara qoydum, nə etdim. Bir saniyə öncə danışdığım sözü unuduram və heç xatırlamıram. Yəni xatırlama belə problemi yaratdı məndə. Narkozdan sonra yaddaş halsızlıq kimi problem oldu mu? Bəli. Yaddaş problemi də oldu, halsızlıq da oldu. Başımda çox böyük ağrılar yaşadım. Hansı ki bu hissələrim bir həftə ağrıdı. Başımın bir həftə orası ağrıdı. Daha sonra diş ətrafım ağrıdı bir həftə. Sonra çənəm ağrıdı bir həftə. Ondan sonra bütün halsızlıqlar dayandı. Daha sonra ikinci saat ən çətin idi. Saatı yalan deyirəm, dəqiq ağrımı deyil, amma durub gəzmə əsnasında heç sevmirdim. Birinci sevdiyim yan oydu ki, çox uzamağı sevmirdim, ancaq gəzməyi, hava almaq istəyirdim. Həm də yeni insanlar, fərqli falan görməyi xoşlayırdım. Amma bir dənə sual vermişdim. Ən çətin anım isə gəzməkdir. Nəyə görə? Gəzdikcə burnum tərpənirdi. Tərpəndikcə də ağrını hiss edirdim. Bu şəkildə. Göz əməliyyatından sonra nə qədər müddət keçib burun əməliyyat etdirmək olar? Bilmirsiniz. Göz əməliyyatı, baxın, mənim xalam qızı göz əməliyyatını elədi, 3 aydan sonra burun əməliyyatını elədi və heç bir problem yaşamadı. Çox da rahat şəkildə etdirdi. Amma yenə də əgər nəsə bir həssaslığınız falan varsa, göz əməliyyatından 6 ay sonra burnunuzda əməliyyat edə bilərsiniz. Amma burnunuza əməliyyat edib gözünüzə əməliyyat eləsəz, burada böyük ya da kiçik bir problem yaşaya bilərsiniz. Onu mütləq həkimimizlə danışmalısınız. Yeməyi necə yediniz və kim hazırladı? Mən ümumiyyətlə gün boyu mama baxdı. Evdən çıxanda yetişkinsənsə özün edirsən, anaya ehtiyac olmursan. Amma mənim hər şeyimi mama baxdı. Bütün yeməklərimi o gətirdi, o elədi. Hər şeyimi mama baxdı demək olar ki. Və bütün yediyim, içdiyim hər şeydə belə maye halına gətirilirdi. Yeməyi əzirdik ki, o şəkildə yeyək. Daha çox bulyum yedim. Təsəvvür edin ki, bulyum yeməyən Nina, bulyumu salar gəl çatmışıq. İsti yemək, içki ilə bağlı məhdudiyat qoydularmı? Bəli, isti yemək, isti çay olmaz idi. Hələ də mən istifadə etmirəm, olmaz. Bir də ki, yeməklər maye halındaydı. Bütün yeməklər belə maye halına gətirildi. Şirniyyat olsun, hər hansı bir şəkər, bura, paxlava vaxtlarına düşmüşdü məndə. O çayın içərisinə batırırdım. O şəkildə yeyirdim ki, çünki bəlkə də işləsəydim, burunda qanaxma yana bilərdi, burnum incinə bilərdi. O şəkildə mən maye şəklində yedim. Həm də öskürəcək heç bir şey yeməyin. Mən allergik bir insan olduğuma görə mənə öskürəcək bir dənə şəkər bura yemişdim, boğazım qıcıqlamışdı. Öskürmək, askırmaq olmaz. Askıranda ağızla askırmaq lazımdır. Ağızla askırmanın necə olduğunu mən də bilmirdim. Birdən-birə askıramı tuta bilmədim və direkt olaraq askırdım və ağzıma askırdım. Burnunla askıranda həm gipsin açılır yavaş-yavaş, həm də ki, burnun incinə bilər, qanaxma ola bilər. Ona görə də çalışırsan ki, askıranda ağzına askırarsan. Öskürmək falan olmaz, çünki öskürmə şeylər yeməməlisən. Özünü soyuqdan qorumalısan, xəstələnməməlisən, o ərəfədə xəstələnmək, qrip olmaq olmaz. Hətta qrip olduğun halda belə həkimə gedə bilmərsən, çünki o zaman səni götürməyəcəklər. Daha sonra qan azlığı falan, ilk getdiyin günlərdə qan azlığın falan olanda ilk həftə sənə qan azlığını qaldırmaq üçün, qan artımı olması üçün sənə möhlət verirlər. 2 həftəyə qanı artırsan, daha sonra isə həkimə rahatlığına gedirsən. Əgər zobun varsa, əməliyyat olunmaq sənə olmaz. Daha sonra bir də ki, şişinin yatması üçün evdə tur atmalısan. Əgər xəstəxanadasansa, yenə orada da bir tur atmalısan, gəzməlisən, çoxlu gəzməlisən. Ödəmin azalması üçün gəzməlisən, anla su içməlisən.
ana suyu təbii ana suyu olmalıdır. Çünki o daha yaxşı bir etki göstərir. Onu çalış ki, hər gün iç. Ümumiyyətlə qidalama rahatlıqla maye halını ala bilərsən. İstədiyin kimi çay, su içə bilərsən. Suyu daha çox içə bilərsən. Çünki mədəndə su azlığı yarana bilər. Və onu deyim ki, məndə əməliyyatdan sonra üzümdə quruluqlar yarandı. Hədsiz dərəcədə üzüm çox pis qurudu. Belə qabıq kimi bir şey atırdı. Hətta onu deyim ki, düz 2 həftə mən çimə bilməmişdim. Amma məcbur artıq ikinci cipsimi satmağa getdiyim, cipsimi açmağa getdiyimə görə çimməyə məcburiyyətində qaldım. Çiməndə bəzi xanımlar var ki, salona gedib edirlər. Salona gedəndə başımız bu şəkildə qaldığına görə ağrıyar, burnumu incilər deyənə getmədim. O riski atmadım özümü. Evdə üzümə salfetka tutaraq və yaxud da ki, bir dəsmal tutaraq evdə çimdim. Amma duş qəbul edərkən çalışın ki, yanınızda kimsə olsun. Məndə baş əyləmələr, göz qaralmalar falan olduğuna görə həm də özüm yaxşı duş qəbul edə bilmərəm deyənə, həm də mənə buxar da olmaz. O səbəbdən mənim başımı, yəni mama yuyurdu. Bu şəkildə belə balanslı şəkildə özümü qoruyurdum. Siz də bu şəkildə etməlisiniz. Və onu deyim ki, yatarkən boyunluq var, hansı ki, belə daha çox təyyarədə istifadə olunur. O boyunluqla yatırdım. Yastığım 2 yastıqdan ibarət oldu. 2 dənə yastıq qoydum, onun da üstünə qoydum. O şəkildə dümdüz yatırdım ki, burnum əyrilməsin. Hələ gips olan vaxtda vəbşi. Bəzən oldu ki, yuxuda dalırdım bu şəkildə, yəni gedirdim. Amma sağ olsun ki, mama yanımda yatdığına görə məni daim şəkildə qoruyurdu. Amma gipsimi artıq geyib çıxardan sonra rahat özüm yatdım. Mama da öz yerində yatdı. Yəni bu ərəfədə mamaya çox zülm verdim. Onda haqq ödənməz yəni. Keçək digər sualımıza. Daha sonra yuxuda təsadüfən buruna toxunmaq problem yaratdı. O, inanırsınız ki, mən heç ki mənim burnuma dəymirdi, amma mən özüm burnuna dəyirdim də. Yəni birdən belə məsələn bu şəkildə yatırdım. Əlim beləncə düşüb burama belə dəyəndə ağrıdan ölürdüm. Ay Allah, göynüyürdüm bildiyin. Hətta son zamanlarda da, yəni son zamanlarda əlim üzümə çox dəyir. Yəni bu hissəyə möhkəm dəyəndə ağrıyır, nə yalan deyim, ağrıyır və şişdiyini hiss edirəm. Hər iki özümü qorumalıyam da bir sözlə. Ümumiyyətlə, əməliyyatdan sonra ən vacib qayda nə idi? Özünü mütləq ki, qorumalıydın. Dərmanları da vaxt-vaxtında qəbul etməlisən. Həkimin dediyi bütün sözlərdə riayət etməlisən ki, istədiyin bundan rahatlıqla əldə etmiş olasan. Və suallarınız bitdi. Ümid edirəm ki, sizin üçün də hər şey aydın olar. İndi isə mən sizə Şəfə xanımın Instagramını burada yerləşdirəcəm. Menecer nömrəsini də yerləşdirəcəm ki, direkt olaraq əgər Instagramda olmayan insanlar gedib nömrəsinə də müayinə yazıla bilər. Bu arada müayinə ödənişsizdir. Gedin və siz də öz burnunuzu istədiyiniz formaya salın. Təbii ki, bu məcburiyyət deyil. Həqiqətən də istəyənlər varsa və yaxud da ki, öz büdcəsini yığıb burunla əməliyyata getmək istəyənlər varsa, rahatlıqla deyirəm, çox əmin amanlıqla deyirəm ki, Şəfə xanımın yanına yazıla bilərsiniz. Və onu da qeyd edeyim ki, bizim bu burun əməliyyatımızda heç bir reklam yoxdur, əməkdaşlıq edilməyibdir. Zaten əməliyyata görə özümü əməkdaşlıqla edib riska sala bilmərəm. Mən əməkdaşlıqlarda həkim söhbətlərindən və kosmetoloq söhbətlərinə, lazerdir, bunlarda özümü risk atmaq sevmirəm, xoşlamıram. Və onu deyim ki, Şəfə xanımın reklama ehtiyacı yoxdur. Mənim ən sevdiyim şey reklama ehtiyacı olmayan həkimdir. Reklama ehtiyacı olmayan həkim daha savadlı, daha ağıllı, daha öz işini bilən bir insan kimi sayılır mənə və lor həkimidir. Ən vacibiyyət odur. Dediyim kimi, suallarınız bu qədər idi. Ümid edirəm ki, suallarınızı cavablamış oldum. Əlavə sualınız da olsa, rəy bölməsində yaza bilərsiniz. Əgər bəyəndinizsə, bəyənməyi, kanala abunə olmağı unutmayın. Sizi çox sevirəm. Bu kimi videolar gəlsinmi? Sağ olun.